Yeni il yaxınlaşdıqca rəflər rəngbərəng hədiyyə qutuları ilə dolur. Ancaq bu hədiyyə qutularının içindəki məhsulların keyfiyyəti sual doğurur. Keyfiyyəti şübhə doğuran bu məhsulların qiyməti də ucuz deyil. Bəziləri bu qutuları alıb sonradan peşman olur, bəziləri isə peşman olmamaq üçün ümumiyyətlə almaqdan imtina edir. Valideynlər deyir ki, yüksək qiymətə təklif olunan bu hədiyyə qutularının içindəkilər nə keyfiyyət, nə də təhlükəsizlik baxımından onları qane edir. Məhz buna görə də bir çoxları bu məhsullardan uzaq durmağa üstünlük verir. Mən uşaqlar üçün yeni il hədiyyə qutusu almağın tərəfdarı deyiləm, mağazalarda satılan. Çünki içərisində şəkərli maddələr olur və bəzi qatqılar olan maddələr olur və buna görə düşünürəm ki, hər bir valideyn və yaxud biz qonaq gediriksə, kiminsə uşağı üçün hədiyyə aparırıqsa, bir qutunu alıb, yəni bəzəkli qutunu alıb, içərisində özümüz istədiyimiz daha faydalı məhsullar qoya bilərik. Almamışım, amma yəni alsam tərkibinə yəni faydalı şeylər olmasını istəyirəm. Məsələn, Ekodu ilə olan məhsullar vardı ki, necəyəm, E322, E476, içində bu maddələr olan heç bir qida almıram ki, yəni içində məlum dəyərdə içində nə olduğu. Mən məsləhət görmürəm. Uşaq üçün heç düzgün bir şeylər deyir. Bir valideyn kimi alarsınız uşağınız onu. Xeyr. Qəti. Vəziyyəti öyrənmək üçün əvvəlcə bazara yollandıq. Bəzi satıcılar keyfiyyəti şübhə doğuran yeni il hədiyyə qutularının artıq satışdan çıxarıldığını bildirdilər. Bəziləri isə qeyd etdilər ki, öz mağazalarında bu məhsulları satışa təqdim etməsələr də, həmin qutular müxtəlif nöqtələrdə hələ də alıcılara təklif olunur. Satıcıların sözlərinə görə alıcılar hazır hədiyyə qutularındansa daha çox boş qutulara üstünlük verirlər. Boş qutuların qiyməti 60 qəpikdən 1-2 manata qədər dəyişir. Bu qutuları elə bir ki, gəlirlər hədiyyə almaq istəyənlər elə bir ki, alırlar. Buradan 1 manat, 2 manat aparıb dükandan məsələn içində ayın şirniyyat olsun, konfet olsun, qoqol olsun, Allah doldururlar, hədiyyə kimi verirlər. Amma bunların içində gələn hədiyyələr ola və keyfiyyətsiz olur. Çox satırıq bunlardan, 10 dənə, 15 dənə. Adam var ki, 100 dənə alır, hədiyyə verməyə. Boşdur, mən onun için dolduran değilim ki, aparım doldururlar. Tələbat var. Allah bərəkət versin, dolanırıq da. Ancaq mən boşu satmışım. Aparım mağazını alıp doldururlar xanım. İçi dolu halda satılmır. Ümumiyyətlə bazarda heç kim satmır, ya təkcə siz satmırsınız? Satırlar, əlbəttə satırlar, biz satmırıq ki, onun içindəki bilmirsən də nə keyfiyyətdədir, necə maldır, ona görə satmırıq. Bəs qiymətlər necə dəyişir? Biz sadə qutu satırıq, boş. Bu 60 qəpikdir, o 70 qəpiyə satış qiyməti. Belə. Böyük mağazalarda apardığımız müşahidələr isə satıcıların dediklərinin tam əksini göstərdi. Mağazalarda bu cür qutuların satışı üstünlük təşkil edir. Qiyməti isə 2 manatdan başlayıb 30-35 manata qədər dəyişir. Paytaxt mağazalarının birindən 4 manat 99 qəpik ödəyib, uşaqlar üçün nəzərdə tutulmuş yeni il hədiyyə qutularından birini aldıq. İndi açaq görək içində nə var. Gördüyünüz kimi qutunun içindəki məhsulların dəyəri ödədiyimiz məbləğin qarşılığını vermir. Qida eksperti Seymur Qafarov bildirir ki, qutulardakı məhsulların son istifadə tarixi keçməməlidir. Deformasiyaya uğramış və qırılmış məhsullar isə köhnə və ya düzgün saxlanılmamış ola bilər. Bunların içərisindəki məhsulların əksəriyyətinə baxdıqda, hansı ki onun deformasiya, qırılma və içərisindəki xüsusən də şokolad məhsullarında bu görünür, quruma var mövcuddursa, bu onun köhnə olduğuna dəlalət edir və ya düzgün şəraitdə saxlanmadığını göstərir. Ona görə bunu da ev məişət daxilində də işıqla birbaşa təmas olan yerə deyil, yəni əriməsin deyə söhbət bu yeni il üçün nəzərdə tutulmuş şam ağacının işıqlarından gedir. Yaxşı olar ki, məhsullar soyucuda saxlansın, qısa müddət ərzində istehlak olunsun. Qutu içərisindəki məhsullar hamısı birdən uşaqlara verilməsin və uşaqlar bu məhsulları istehlak edərkən onları eyni miqdarda meyvə şirələri və digər şirələrlə istehlak etməkdən çəkinsinlər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, hər il yeni il hədiyyələri ilə bağlı zəhərlənmə və ya sağlamlıq problemləri barədə birliyə şikayətlər daxil olur. Bizə şikayətlər gəlir. Zəhərlənmələr, rəhblanmalar, mədə-bağırsaq xəstəlikləri və s. Vaxtilə çox geniş yayılmış bir məsələ idi. Yararlıq vaxt gelmiş malların istehlakçılara yeni il hədiyyəsi altında satılması. Lakin yenə də bu davam edir təəssüf. Və təəssüf ki, valideynlər yeni il hədiyyələrini alır. Uşaqlarsa həmin malı istehlak edirlər. Problemlər yaranır.
İsteğlayıcının hüququ var ki malı alar zamanına baxsın. Üzerinde kutunun içerisinde olan mallarda bırakılma tarihi son yararlıq bileti olmayanda həmin malları geri qaytarmaq pis olmaz. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, istehlakçılar hədiyyə qutularını alarkən məhsulların etiketinə, son istifadə tarixinə və qablaşdırma vəziyyətinə diqqət yetirməlidir. İlk növbədə hədiyyə qutularını mağazalardan, yarmarkalardan və digər rəsmi satış yerlərindən almaq məsləhət görülür. İstehlakçılara hədiyyə qutuları alarkən içərisindəki qida məhsullarının aydın və oxunaqlı şəkildə etiketlənməsinə, istehsal tarixinə, adına, həmtəni nişanına, xalis çəkisinə, qida dəyərliyinə, eləcə də istehsalçı müəssisənin adına, ünvanına və digər məlumatlara diqqət yetirmək tövsiyə edilir. Qurumdan həmçinin bildirildi ki, agentlik əməkdaşları tərəfindən aparılan yoxlamalarda 40 obyektdə qutuların qablaşdırması, markalanmasında problemlər aşkarlanıb və son istifadə tarixinin düzgün qeyd edilmədiyi müəyyən edilib. Uyğunsuz olan 1299 hədiyyə qutusu aktlaşdırılaraq satışdan çıxarılıb. Odur ki, yeni il hədiyyə qutularını seçərkən yalnız rəngarəngliyinə aldanmaq olmaz. Valideynlər diqqətli olmalı. Uşaqlar üçün keyfiyyətli və uyğun hədiyyə seçimini hər bir valideyn özü üçün prioritet məsələyə çevirməlidir. Nigar Rəcəbova, Xaliq Babayev, Əskər İbrahimli, APA TV.